Bu videoda sizi pul, sevgi və iş həyatınızla bağlı vacib mesajlar gözləyir. Proqnozlar xoşunuza gəlirsə, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Fikirlərinizi və bürcünüzü şərhlərdə yazaraq rəy bildirin. Gəlin günün enerjisini birlikdə kəşf edək. Qoç. Bugün enerjin yüksəkdir və daxili gücünü daha aydın hiss edəcəksən. Sanki uzun müddət içində saxladığın bir istək səni hərəkətə keçməyə məcbur edir. İş həyatında gözlənilməz bir fürsət qarşına çıxa bilər. Risk almaqdan çəkinməyəcəksən, amma hər addımı ölçüb biçmək vacibdir. Maddi məsələlərdə ani qərarlar sonradan peşmanlıq yarada bilər. Səbirli davranmaq sənə daha çox qazanc gətirəcək. Sevgi həyatında emosiyalar ön plandadır. Qarşı tərəfdən gözlədiyin diqqəti ala bilərsən. Tək olan qoçlar üçün gözlənilməz tanışlıq ehtimalı var, bu tanışlıq sənə özünü daha dəyərli hiss etdirəcək. Keçmişdə qalan mövzular yenidən gündəmə gələ bilər. Keçmişlə üzləşmək səni zəiflətməyəcək, əksinə gücləndirəcək. Bugün intuisiya çox güclüdür. Daxili səsinə qulaq as. Ailə ilə bağlı xoş xəbərlər eşidə bilərsən. Axşam saatları daha sakit və romantik keçəcək. Sağlamlığına fikir ver. Buğa. Bugün sabitlik axtarışındasan, amma həyat sənə sürprizlər hazırlayıb. İş mühitində səni sevindirəcək bir inkişaf yaşana bilər. Uzun zamandır gözlədiyin cavab nəhayət gələ bilər. Maddi məsələlərdə rahatlama hiss edəcəksən. Xərclərə nəzarət etsən, gələcək üçün möhkəm plan qura bilərsən. Sevgi həyatında səmimiyyət ön plandadır. Qarşı tərəflə açıq danışmaq münasibəti daha da möhkəmləndirəcək. Subay buğalar üçün köhnə bir tanış yenidən həyatına daxil ola bilər. Bu görüş səndə qarışıq hisslər yarada bilər. Keçmiş səhvlərdən dərs çıxarmaq bugün çox önəmlidir. Emosiyalarını bastırmaq əvəzinə paylaş. Daxili rahatlıq səni daha cazibədar edəcək. Ailə içində xoş bir söhbət ruhunu qaldıracaq. Gün ərzində özünə güvənin artacaq. Fiziki sağlamlıq baxımından enerjin yaxşıdır. Axşam saatları istirahət üçün idealdır. Musiqi və ya film sənə yaxşı təsir edəcək. Əkizlər. Bugün pul mövzularında hərəkətlilik var, gözlənilməz bir xəbər planlarını dəyişə bilər. Eyni anda bir neçə maddi məsələ ilə məşğul ola bilərsən. Tələsik qərarlar verməmək vacibdir. İş həyatında yeni layihə və ya əlavə qazanc imkanı doğa bilər. Danışıqlar sənin xeyrinə gedəcək. Sevgi həyatında isə qərarsızlıq hiss edilə bilər. İki hiss arasında qalmısan. Qarşı tərəf səndən daha çox diqqət gözləyir. Açıq danışmaq münasibəti xilas edə bilər. Subay əkizlər üçün flört dolu bir gün ola bilər. Amma hər parlayan ciddi olmaya bilər. Maddi gücü olan biri diqqətini çəkə bilər. Keçmiş münasibətdən gələn mesaj qarışıqlıq yarada bilər. Pul və sevgi arasında seçim etməli ola bilərsən. Axşam saatları emosional olacaq. Özünə qarşı dürüst ol. Bugün verdiyin qərar gələcək münasibətinə təsir edəcək. Xərçəng. Xərçənglər üçün bu həftə maliyyə məsələləri diqqət tələb edir. Gözlənilməz xərclər çıxa bilər. Ehtiyat büdcə ayırmaq ağıllı addım olar. İş həyatında sabitlik qorunur. Əlavə gəlir üçün köməkçi iş düşünə bilərsiniz. Ailə ilə bağlı maddi məsuliyyət arta bilər. Səbirli olun, hər şey keçicidir. Sevgi həyatınızda emosiyalar yüksəlir. Münasibətdə olan xərçənglər daha həssas ola bilər. Kiçik sözlər sizi incidə bilər. Partnyorunuzdan anlayış gözləyirsiniz. Subaylar üçün isə romantik tanışlıq ehtimalı var, bu tanışlıq yavaş, amma dərin inkişaf edəcək. Keçmiş münasibətlər xatırlana bilər. Köhnə səhvləri təkrarlamayın. Hisslərinizi açıq ifadə edin. Həftənin sonu romantik görüş üçün uyğundur. Ev mühitində sevgi artacaq. Maddi stressi sevgiyə yansıtmayın. Özünüzə güvənin. Ulduzlar sizi qoruyur. Rəydə fikrinizi yazın. Şir. Bugün diqqət mərkəzində olmaq sənin üçün asandır. Pul mövzusunda iddialı addımlar atmaq istəyirsən. Qazanc imkanların genişlənir.
İş həyatında özünü sübut edirsən. Rəhbərlik tərəfindən qiymətləndirilə bilərsən. Maddi baxımdan güclənmə hissi var, risk almaq istəsən də ölçünü bil. Sevgi həyatında ehtiras yüksəlir. Partnyorun səndən romantik jest gözləyir. Sürpriz münasibəti canlandıra bilər. Subay şirlər üçün cazibə zirvədədir. Bir baxışla diqqət çəkə bilərsən. Keçmiş münasibət yenidən gündəmə gələ bilər. Amma yeni başlanğıclar daha parlaqdır. Axşam saatları romantik görüş üçün uyğundur. Pul xərcləmək istəyi artacaq. Özünü sevindirməkdən çəkinmə. Gün güclü enerji ilə bitir. Şans səninlədir. Qız, bugün pul planlaması sənin üçün əsasdır. Hər xərci detallı düşünəcəksən. İş həyatında diqqətin maddi nəticə verəcək. Uzun müddət əziyyət çəkdiyin mövzuda irəliləyiş olacaq. Gəlirini artırmaq üçün yeni yol tapa bilərsən. Sevgi həyatında isə analiz çoxdur. Qarşı tərəfin maddi yanaşmasını ölçüb biçirsən. Münasibətdə real olmaq istəyirsən. Subay qızlar üçün ciddi və məsuliyyətli biri ilə tanışlıq mümkündür. Bu insan sənə güvən verəcək. Keçmişdə maddi səbəblərlə bitən münasibət xatırlana bilər. İndi daha güclüsən. Ailə içində dəstək görəcəksən. Axşam saatları rahatladıcı olacaq. Özünə qarşı sərt olma. Pul və sevgi balansı qurulur. Tərəzi. Bugün harmoniya hissi güclüdür. Münasibətlərdə balans qorunur. Ünsiyyətlər rahat keçəcək. İşdə diplomatik davranışınız ön plandadır. Maddi mövzuda müsbət hal mümkündür. Gözəl təklif ala bilərsiniz. Sosial mühitdə özünüzü rahat hiss edirsiniz. Yeni tanışlıqlar mümkündür. Sevdiklərinizlə münasibətlər istiləşir. Gülərüzlüyünüz diqqət çəkir. Stres az olacaq. Sağlamlıq baxımından rahat gündür. Qərarlarınız ölçülüdür. Gün ərzində xoş anlar yaşayacaqsınız. Daxili sakitlik üstünlük təşkil edir. Estetik mövzular maraq doğura bilər. Axşam saatları romantik ola bilər. Gün sizi yormayacaq. Ümumilikdə müsbət gündür. Gününüz uğurlu keçsin. Videonu bəyənib kanala dəstək olun. Əqrəb. Bugün daxili gücün artır. Pul mövzusunda gizli fürsətlər ortaya çıxa bilər. Hər şeyi hamı ilə paylaşma. İş həyatında strateji davranış önəmlidir. Planlarını addım-addım icra et. Rəqiblər səni izləyir. Sevgi həyatında dərin ehtiras var, tərəfdaşınla emosional yaxınlıq artır. Subay əqrəblər üçün təsirli tanışlıq mümkündür. Qısqanclıqdan uzaq dur. Gələcəklə bağlı böyük dəyişikliklər düşünürsən. Bu dəyişikliklər səni gücləndirəcək. Maddi risklərdə ehtiyatlı ol. İş mühitində güc mübarizəsinə girmə. Sakit qalmaq sənə üstünlük verəcək. Sevgi etibar tələb edir. Axşam tək qalmaq istəyə bilərsən. Düşünmək sənə yaxşı gələcək. Daxili rahatlıq artacaq. Gün dərin enerji ilə bitəcək. Ox atan. Ox atanlar üçün bu həftə maliyyə baxımından aktivdir. Yeni gəlir imkanları ortaya çıxacaq. Xariclə bağlı işlər qazanc gətirə bilər. Pul xərcləyərkən ölçülü olun. İş həyatında yeniliklər sizi həyəcanlandıracaq. Risk almaq istəyi artacaq. Amma hər riski hesablayın. Sevgi həyatınızda azadlıq mövzusu önə çıxır. Münasibətdə olan ox atanlar sıxıldığını hiss edə bilər. Açıq danışmaq problemləri həll edəcək. Subaylar üçün macəralı tanışlıq mümkündür. Bu tanışlıq sizə fərqli baxış qazandıracaq. Uzaq məsafəli münasibət gündəmə gələ bilər. Qərar vermək üçün vaxt ayırın. Həftənin ortasında romantik xəbər ala bilərsiniz. Sözlərinizə diqqət edin. Düşünmədən deyilən sözlər incidir. Pul və sevgi arasında tarazlıq yaradın. Özünüzü məhdudlaşdırmayın. Həyatdan zövq alın. Şans sizdən yanadır. Rəydə fikrinizi yazın. Oğlaq bürcü.
Bugün məsuliyyət hissin daha güclüdür. İş həyatında ciddi mövzular gündəmdədir. Rəhbərlik sənin qərarlarına güvənir. Maddi baxımdan sabitlik qorunur. Yavaş, amma davamlı qazanc görünür. Büdcəni qorumaq sənin xeyrinədir. Uzun müddətli planlar qurmaq üçün uyğun gündür. İşdə səbrin nəticə verəcək. Sevgi həyatında məsafəli davrana bilərsən. Tərəfdaşın daha çox yaxınlıq istəyə bilər. Duyğularını ifadə etməkdən çəkinmə. Subay oğlaqlar üçün ciddi münasibət ehtimalı var. Keçici macəralar maraqlı olmayacaq. Ailə mövzuları ön plana çıxa bilər. Böyüklərlə söhbət faydalı olacaq. Öz üzərinə çox yük götürmə. Sağlamlıq baxımından istirahət vacibdir. Axşam sakit keçəcək. Gün sənə güvən hissi verəcək. Səbrinin bəhrəsini görəcəksən. Dolça. Bu tarixdən sonra pul mövzularında fərqli imkanlar ortaya çıxır. Klassik yollardan uzaqlaşmaq istəyirsən. Qazanc texnologiya və yeniliklə bağlı ola bilər. Gözlənilməz ideya gəlir mənbəyinə çevrilə bilər. Amma hər ideya dərhal qazanc gətirməz. Səbr və icra vacibdir. Pul mövzusunda azadlıq önəmlidir. Heç kimə bağlı olmaq istəmirsən. Qısa müddətli gəlir səni sevindirə bilər. Amma əsas məqsəd davamlılıqdır. Maddi qərarlarda kəskin dəyişiklik edə bilərsən. Bu dəyişiklik risklidir. Amma potensial daşıyır. Pul enerjisi qeyri-adi şəkildə açılır. Bu dövr yenilik gətirir. İkinci mərhələdə qazancı sistemə salmaq ehtiyacı yaranır. Pulunu nəzarətsiz buraxmaq istəmirsən. Maddi planlama ön plana çıxır. Gözlənilməz itki sənə dərs verə bilər. Bu dərs səni daha ağıllı edəcək. Pul mövzusunda sərhədlər qoyursan. Çünki azadlığını qorumaq istəyirsən. Kiçik qazanc belə dəyərlidir. Çünki istiqamət göstərir. Maddi qərarlarda daha çevik olursan. Pul enerjisi səni dəstəkləyir. Amma məsuliyyət tələb edir. Doğru istifadə etsən qazanc artar. Bu dövr öyrədicidir. Maddi baxımdan formalaşırsan. Balıqlar. Bugün intuisiya güclüdür. Pul mövzusunda hisslərinə güvənə bilərsən. Ancaq reallığı da unutma. İş həyatında sakit axın var, yaradıcılıq tələb edən işlərdə uğur qazanacaqsan. Rəhbərlik sənin həssas yanaşmanı anlayır. Sevgi həyatında romantika yüksəlir. Tərəfdaşınla duyğusal anlar yaşayacaqsan. Subay balıqlar üçün xəyali tanışlıq mümkündür. Gözləntiləri çox yüksəltmə. Gələcək planları xəyal və reallıq arasında formalaşır. Tarazlıq tapmaq vacibdir. Maddi baxımdan kiçik, amma sevindirici gəlir ola bilər. İşlə bağlı qərarları gecə vermə. Yorğunluq təsir edə bilər. Sevgi sənə güc verəcək. Axşam sakit musiqi və istirahət yaxşıdır. Daxili səsinlə barışırsan. Ruhən rahatlayacaqsan. Gün yumşaq enerji ilə bitəcək.